Çaydanın içində yaranan ərq bir çox ev sahibləri üçün əsl problemdir. O, yalnız mətbəx qablarının görünüşünü korlamır, həm də suyun və içkilərin dadına təsir edir. Adətən limon turşusu və ya soda ilə təmizləmə üsulu tətbiq olunur, amma nənələrimizin istifadə etdiyi daha yaxşı bir üsul var. Unudulmuş, sadə və effektli üsulu xatırlayaq. Çaydanı alma qabığı ilə təmizləmə üsulu. Əgər əlinizin altında limon turşusu yoxdursa, almadan istifadə edə bilərsiniz. 2 ədəd alma soyun. Qabığı çaydanın içinə qoyun və 1 litr su əlavə edin. Çaydanı orta ocağa qoyub qaynadın. Əgər çaydan elektriklidirsə, ilk qaynamaqdan sonra suyu tökün, təzə su əlavə edib prosesi təkrarlayın. Əgər adi çaydandadırsa, 7 ilə 10 dəqiqə arasında qaynadın. Proses bitdikdən sonra çaydanı təmiz su ilə yaxalayın. Alma qabığının tərkibindəki üzvi turşular sayəsində ərq təbii şəkildə həll olur. Çaydanı sirkə ilə təmizləmə üsulu. Sirkə ərq təmizləmək üçün sınanmış üsuldur. Çaydanın içinə 500 ml su tökün və yarım stəkan sirkə əlavə edin. Ocağa qoyub qaynadın. Qaynadıkdan sonra ocağı söndürün və çaydanı 2 saat kənarda saxlayın ki, məhlul təsir etsin. 2 saatdan sonra məhlulu tökün və çaydanı bir neçə dəfə təmiz su ilə yuyun. Bu üsul hətta köhnə, qalın ərq qatı üçün də çox effektivdir.